Saçlarımı 15 dəqiqə ərzində bu formadan bu formaya necə gətirdim? Gəlin birlikdə izləyək. İlk olaraq işə Faberlicdən aldığım bu dara formasında olan düzləndirici feni yandırıb isinməsini gözləməklə başlayıram. Fen isinərkən mən də o sırada saçımı darayıram. Saçımı darayan zaman Faberlicdən əldə etdiyim ekspert seriyasından olan bu spreydən istifadə edirəm. Bu saç spreyi həm saçın asan daranması üçündür, həm də termal qorumaya malik olan bir saç spreyidir. Yəni fenin zərərli isidici təsirindən qoruyur saçı. İndi isə gəlin keçək saçımı fenləməyə. İlk olaraq saçımı iki hissəyə ayırıram və yenidən ayırdığım hissədən də başlayıram. Öz əlimə yatacaq qədər hissələri ayırıram, başlayıram fenləməyə. Hər ayırdığım hissənin üzərindən 2 dəfə keçirəm. Və budur, nəticəni görürsünüz 2 dəfə keçməklə. Keçidlər qısa olsun deyə burada videomu sürətləndirmişəm və artıq